Hər vaxtınız xeyir olsun. Bugün 19 aprel buraxılış məzun imtahanına düşmüş növbəti qəbul sualını cavablayırıq. Bu test ümumiyyətlə söz bazası biliyinə əsaslanır. Match the verbs to their definitions. Yəni feilləri mənalarına görə uyğunlaşdırmaq lazımdır. To show göstərmək deməkdir ki, o da to let someone see something-a uyğun gəlir. Yəni kiməsə nəyisə görməyə icazə vermək. Bu da deməli 1A və 2-yə baxırıq ki, to scold danlamaq deməkdir. Mənası to speak angrily to somebody because they have done something wrong. Yəni səhv edən kiməsə belə deyək də acıqlı danışmaq, kimdənsə acıqlı danışmaq nəzərdə tutulur və 2-yə isə uyğun gəlir. Nəhayət 3-cü to share bölüşmək, paylaşmaq deməkdir ki, to divide something between two or more people. Yəni nə isə 2 və yaxud daha çox şəxs arasında bölüşmək, paylaşmaq, ayırmaq mənasındadır ki, bu da B variantına uyğun gəlir. Deməli, 1A, 2C, 3B olan variantımız hansıdır? Deməli, D variantına uyğun gəlir. Bəli, növbəti sualların izahatında görüşənədək sağ olun.